Möhtərəm, əziz qardaşlar, ilk öncə Allahdan qorxmağı tövsiyə edirəm. Bu Rəbbimizin həm bizə, həm bizdən əvvəlki nəsillərə etdiyi bir tövsiyəsidir. Buyurur ki, Rəbbimiz biz sizdən əvvəlki əhli kitabı tövsiyə etdiyimiz kimi sizə də Allahdan qorxmağı tövsiyə edirik. Və bugün bir məsələyə toxunacağıq. Təəccüblü bir məsələdir. Qəribə bir işdir. Elə bir iş ki, nə böyükdən, nə kiçikdən yan keçmir. Ondan kasıb da şikayətlənir, varlı da şikayətlənir. Nə müsəlmanı tərk edir, nə kafiri tərk edir. Nə yaxşıya, nə də asiyə, facirə məhəl qoymadan toxunur ona. Və bu iş göstərir ki, dünya necə də həqirdir, dəyərsizdir, heçdir. Və vacib edir ki, bağlanmayasan dünyaya. Və xatırladır sənə xaliqini ki, bu iş xaliqin tərəfindəndir, o indirir, o qaldırır. Və bu işdə xəstəliklə imtihan olunmalıdır. Xəstəlik bir bəladır, bəli. Lakin imtihandır. Heç kim ondan salamat qalmayıb. Əksinə, Adəm övladının ən xeyirlisi, bəşəriyyətin ən xeyirlisi Adəm övladının ağası belə, Peyğəmbər sallallahu aleyhi və səlləm də o sınağa çəkilib. Xəstəliyə düçar olub. Ona görə xəstəlik elə bir bəladır ki, Adəm övladı düşməlidir ona, labiddir. Qaçılmazdır, necə ki Allah Taala xəbər verib bizə, öz kitabında, öz kəlamında وَلَنَبْلُوَنَّكُمْ بِشَيْءٍ مِنَ الْخَوْفِ وَالْجُوعِ وَنَقْصٍ مِنَ الْأَمْوَالِ وَالْأَنْفُسِ وَالثَّمَرَاتِ Allah Taala deyir ki, biz sizi imtihan edəcəyik bəla ilə. Bəla imtihan deməkdir, sınaq demək. Biz sizi biraz qorxu ilə, biraz azlıqla, biraz mal dövlət, insan və məhsul itkisi ilə sınağa çəkərik. Xəbər verir Rəbbimiz ki, öz rəhməti ilə imtihan edəcək bizi. Ne üçün? Nəfsimizi hazırlayaq deyə. Və sonra bəlaların növlərini xatırlayır. İmtihan olunacaq növləri xatırlayır ki, anidən gələndə dəhşətə düşməyək. Və sonra öyrədir bizə necə bu sınağa səbr etməliyik. Və bildirir ki, o səbr edənlərə müjdə var. O bəşir-i sabirin, sən səbr edənləri müjdələ. Yolu öyrədir, necə səbr edəsən? Necə o bəlalara dözəsən? Deyir ki, əllədinə idə asabətun musibətun qalu inna lillahi və inna ileyhi raciun. O kəslər ki, onlara bir müsibət üz verdikdə deyərlər ki, həqiqətən biz Allaha məxsusuq, ona da qayıdacağıq. Sonra xəbər verir, səbr edənlərin necə əzəmətli mükafatı var Allah yanında müsəlmandırlarsa əgər. Müsəlmandırlarsa, səbirlərinə görə, o bəlaya, dözdüklərinə görə, o müsibətə, o xəstəliyə Allah qatında necə əzəmətli mükafat gözləyir. Uləykə aleyhim salavatu min Rabbihim. Onlara Rəbləri tərəfindən təriflər var. Allah Taala səna deyir onlara. Arda mələ'ul ələ, ən yüksək toplumda, mələklərin toplumunda, onların içində sənalar deyir bəndəsi üçün. Səbr etdiyi üçün o ilə kifayətlənir, yox. Sonra deyir ki, və rəhmə. Rəhmət var onlar üçün. Yəni bağışlanmaq, günahlardan təmizlənmək. Və uləykə humul muhtədun. Məhz olardılar doğru yolda olanlar. Ona görə şairlərdən biri bilinmir. Müəllifi kimdir bu iki misra? Hansı ki qeyd olunur. Deyir ki, təməniyyətun təcri ələn-nəsi kullihim. 8 şey var ki, bütün insanlar keçəcək ondan və bütün insanlara aiddir. Və lə buddə lil-insani yəlqət təməniyyə. Və labiddir ki, hər bir insan o 8-i görsün, o ilə qarşılaşsın. Sururun və huznun. Sevinç, kədər. Və istima'un və furqatun. Birləşmək, yəni görüşmək və ayrılmaq. Necə ki, yaxınlarınla bir olursan, sonra ayrılırsan onlardan. Onlar vəfat edəndən sonra. Və sonra deyir ki, və usrun və yusrun. Çətinlik və asanlıq, thumma suqmun və afiyyə. Sonra xəstəlik və salamatlıq, yəni sağlamlıq. Hər bir insan bu 8-i görəcək. Ona görə də xəstəliyin gəlməsi və xəstəliyə düçar olanların əhvalına baxanda görürsən ki, əhvalları eyni deyil. Heç də bütün insanlar xəstəlikdə eyni deyil. Bu xəstəliyi qarşılamaqda əhvalları müxtəlifdir. Onlardan savaba sahib olanlar olacaq. Və onlardan günaha sahib olanlar olacaq. Necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm vurğulayıb bizim üçün. İzamul əcri mə'idamil bələ. Ən əzəmətli savab və əcr, mükafat ən əzəmətli bəlalarlandır, yəni sınaqlarla. Və innallahi idə həbbə qavmən ibtələhum. Allah Taala bir qövmü sevərsə onları sınağa çəkər. Yəni bəlalarla imtihana çəkər. Fəmən radiyə fələhu rida və mən səxitə fələhu sərat. Kim razı olarsa ondan razı olmaz. Və kim qəzəblənərsə ona qəzəblənirlər. Ona görə iman əhli onun şəni xəstəliyə münasibətdə başqadır. İman əhli xəstəliyə səbirdə, dözümlükdə başqadır, başqaları kimi deyil. Əşəddun nəsi bələn. Deyir sallallahu aleyhi və səlləmdən soruşulur, mən əşəddun nəsi bələn. Soruşulur ki, insanlardan ən şiddətli sınağa çəkilənlər kimdir? Yəni bəla ilə. İnsanların içərisində ən şiddətli şəkildə kimlər sınağa çəkilir? Deyir ki, əl-ənbiyə. Peyğəmbər sallallahu deyir ki, peyğəmbərlər. Thumma mən soruşulur ki, sonra kim? Deyir ki, əl-uləmə, alimlər. Sonra alimlər. Soruşulur ki, thumma mən sonra kim? Deyir ki, əs-salihun. Sonra salihlər. Və sonra deyir ki, və kənə əhəduhum
Yuftələ bil qamli həttə yaqtüləv. Onlardan biri bitlə imtihan olunurdu, hətta öldürürdü bit onu. Və yuftələ ədun bil faqri həttə mə yəcid illə əbətən yəlbəsuhə. İmtihan olunurdu kasıblıqla, hətta geyməyə bir əba da tapmırdı və tapdığı bir əba olurdu, geyinirdi onu. Və lə ədun kənə şəddu fərahən bil bələi minə hədikum bil əta. Onlar sizdən bəlaya daha çox sevinirdilər, nəinki siz sizə nəsə veriləndə sevinirsiniz. Sizə veriləndə sevindiyinizdən daha çox onlar bəlaya sevinirdilər. Ona görə də bilirdilər ki, bu imtihanın mükafatı Allahın sevgisidir. Allahın sevgisini qazanmaqdır, bəla əhlini Allah Taala sevir. Ona görə təsəlli idi. Onlar üçün o müsibət, o xəstəliklər. Peyğəmbər sallallahu aleyhi və səlləmin sözü təsəlli idi. İnnəllahi idə həbbə qavmən iftələhum. Allah Taala bir qövmü sevərsə onu imtihan edər. Təsəlli idi. Çünki yəqin bilirdilər ki, səbr edənlərin mükafatı əzəmətlidir. Buyurur ki, sallallahu aleyhi və səlləm, mə min muslimin yusibuhu ədəm maradan fəmə siva. Elə bir müsəlman yoxdur ki, ona xəstəlik və ya başqa bir şey əziyyət olaraq düçar olsun ona, yəni əziyyət versin ona o xəstəlik. İllə həbdəllahu anhu seyyəti. Allah Taala onun günahlarını salmasın. Kəmə təhuddu şəcaratu varaqa. Necə ki, ağac yarpaqlarını salır. Əbu Said Əl-Xudr radiyallahu anhu deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm dedi ki, ən şiddətli bəla görənlər Peyğəmbərlərdir. Sonra onlara oxşayanlar kişi dininin miqdarında bəla görəcək, yəni imtihan olunacaq. Əgər dinində möhkəmdirsə, bəlası şiddətli olacaq. Və imtihanı şiddətli olacaq. Yox, dinində yumuşaqsa, yəni zəifdirsə, bəlası dini miqdarında olacaq. Və bəla onu qulu tərk etməz, ta ki, yer üzərində gəzdikdə üzərində heç bir günah qalmayacaq. Yəni, o qədər davam edəcək bəla o ilə, ta ki, heç bir günahsız gəzəcək yer üzərində. O Əbu Hüreyrə radiyallahu anh deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm dedi ki, bəla mömin kişiyə, mömin qadına öz nəfsində, övladında, malında o qədər nazil olar ki, hətta Allahla qarşılaşanda heç bir günahsız qarşılaşır Allah Taala ilə. Sözsüz ki, səbr edərsən. O görə təbiin Səid ibn Vahb rahimehullah deyir ki, Salman Farisi ilə radiyallahu anh ilə bir yerdəydim. Bir xəstəni ziyarət elədik. Elə ki, yanına daxil oldu, dedi ki, müjdələn. Müjdələn. Elə bir mömin yoxdur ki, xəstələnsin, Allah Taala bunu onun üçün kəffarə və məzəmmət eləməsin. Məzəmmət yəni insan xəstələndikdə danlayır öz nəfsini, qayıdır özünə. Hesaba çəkir özünü ki, nə etmişəm? Və sonra deyir ki, وَاِذَا مَرِدَ الْفَاجِرُ كَالْبَعِيرِ Facir isə dəvə kimidir. Facir dəvə kimidir və kafir dəvə kimidir. Xəstələndikdə dəvə kimi olur. Necə ki, dəvəni əhli bağlayır, sonra açır, buraxır. O da elə bilmir nə üçün bağlanıb, nə üçün açılıb, buraxılıb. Və nə üçün açılıb, göndərilib arasın. Ona görə ən əzəmətli xəstəlik, hansı ki, mükafatı da böyükdir və günahların bağışlanmasına səbəbdir, qızdırmadır. Hansı ki, insanın baş verir insanlara. Əksər insanlara, demək olar ki, hamısına. Qızdırma görür hamı. Cəbir radiyallahu anh o deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm Müsəibin yanına daxil oldu. Və dedi ki, mələkə ya Müsəib tuzəfzəfin. Dedi ki, Müsəib, nə olub sənə ki, titriyirsən? Deyir ki, əlhumə lə bərəkallahu fiyhə. Deyir ki, qızdırma Allah ona bərəkət verməsin. Qızdırma üçün deyir ki, qızdırmadır, yəni qızdırmadan. Allah bərəkət verməsin qızdırmaya. Deyir ki, sallallahu aleyhi və səlləm lə təsubbul humə. Qızdırmanı söymə. Və innə tudhibul xataya bəni Ədəm kəmə yudhibul keylul xabəsil əl. Həqiqətən o, Adəm övladının günahlarını silir aparır, necə ki, körük dəmirin pasını aparır. Ona görə də insanlardan eləsi var ki, Allah Taala ona və onun üçün cənnətdə əzəmətli məqam yazıb, əzəmətli dərəcə yazıb, lakin bəndə əməli ilə o dərəcəyə çata bilmir. Onda xəstəlik gəlir. Xəstəlik gəlir aləmlərin Rəbbindən rəhmət olaraq, onun səbəbi ilə o əzəmətli dərəcəyə çatsın deyə. Buyurur ki, sallallahu aleyhi və səlləm, innəl əbdə ilə səbəqət ləhu minallahi mənzilətən ləm yəbluğə bi əməli. Əgər qula Allah Taala bir məqam yazıbsa və əməli ilə o məqama çata bilmirsə qul, ibtələhullahu fi cəsədi. Allah Taala onu imtihan edər cəsədində. Əv fi məlihi, əv fi vələdihi. Və ya malında, və ya övladında. Humma sabbarahu alə zəlik həttə yubliğuhul mənziləti ləti səbəqət ləhu minallah. Sonra səbirli edir o qulu ki, Allah tərəfindən ona yazılmış o dərəcəyə çatana qədər. Allah Taala səbirli edir onu. Baxmayaraq bəla ilə imtihan edir, lakin səbirli də edir. Bəlalı verir ki, o dərəcəyə, o məqama çatsın. Ona görə də bu hədislər bizə bəyan edir ki, əksər müsəlmanlar ömrünün sonuna yaxın görürsən ki, xəstələnirlər, onda hikmət var demək. Müsəlmanların çoxunun ömrünün sonuna yaxın əzəmətli xəstəliklərə düşər olmağında hikmət var. Allah Taala istəyir ki, mömin bəndəsi xeyrə çatsın. Baxmayaraq ailəsi kədər içində olur, qəm qüssə içində olur. Onun xidmətindədirlər, sözsüz ki, xidmətində durduqlarına görə savablarını alırlar, lakin Allah Taala o xəstəni səbirli edir. Xəstəlik verir ona, lakin onu səbirli edir, hazırlayır onu nə üçün? Əzəmətli məqam üçün. Ona görə buyurur ki, sallallahu aleyhi və səlləm, İzə aradallahu bi'abdihi əl-xeyr əccələ ləhu l-qubə fid-dünya. Allah Taala qulu üçün bir xeyr istəsə, onun üçün cəzanı bu dünyada tezləşdirər. Və ilə aradallahu bi'abdihi şər əmsəkə anhu fi zənbi həttə yuvəffə bihi yevməl qiyamə. Və qulu üçün Allah Taala şər istəsə, onu günahında saxlayar ki, qiyamət günü onu, o günahın əvəzini versin ona, yəni cəzasını versin ona. Ona görə xəstəliyin səmərəsindən, istərsən de faydasından bəs edir ki, Allah Taala yaxındır xəstəyə.
Allah Teala xəstəyə yaxındır, ona rəhm edir. Onun duasını qəbul edir. Onu ziyarət edənlərə mükafatını verir, savabını verir. Onun xidmətində duranın savabını verir. Mələklər xəstəni ziyarət edəni qarşılayırlar, gülər üz. Əhatə edirlər onu. Əksinə Allah Teala xəstəni ziyarət etməyəni məzəmmət edir. Pisləyir. Xəstə olanı ziyarət etməyəni. Ona görə gəlib Peyğəmbər sallallahu aleyhi və səlləmin nəql etdiyi hədisdə, Rəbbindən nəql etdiyi hədisdə deyir ki, Allah Teala qiyamət günü deyəcək ki, bəndəsinə Yəbnə Ədəm məriddu fələm təudni. Deyəcək ki, ey Adəm övladı, xəstələndim, məni ziyarət etmədin. Deyəcək ki, bəndə, ya Rab, keyfə əudukə və əntə Rabbul ələmin. Deyəcək, ey Rəbb, sən aləmlərin Rəbbisən, səni necə ziyarət edərdin? Deyəcək ki, əmə alimtə ənə əbdə fulən məridə fələm təuddu. Məgər bilmədin ki, filan bəndəm xəstədir, onu ziyarət etmədin. Əmə alimtə ənəkə ləv uddəhu ləvəcədtəni ində. Məgər bilmədin ki, onu ziyarət etsəydin, məni orada tapardın. Ona görə xəstəliyin qəribəliyindən sahibi üçün bütün əməlləri tam olaraq yazılır. Necə ki, sağlam olanda əməl edirdi, xəstələndiyində əməl edə bilməsə də əməlləri tam olaraq yazılır. Peyğəmbər sallallahu aleyhi və səlləmin şahidliyi ilə İzə məridəl abdu əv səfər kutibə ləhu minəl əcri misli mə kənə yəməlu sahihə muqimə. Qul səfərə çıxdığında və ya xəstələndiyində ona savabı yazılar, necə ki, sağlam olub daim qaldığı yerdə olduğu kimi, əməl etdiyi kimi. Ona görə də xəstəliyin savabının əzəmətli olmağı axirətdə görsənəcək. Görsənəcək ki, xəstəliyə səbr edənlərin mükafatı axirətdə əzəmətli olacaq. Buyurur ki, sallallahu aleyhi və səlləm, sağlamlıq əhli, yəni sağlam insanlar, qiyamət günü görəndə ki, bəla əhlinə necə mükafat verilir? Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, arzulayacaqlar ki, onların cəsədləri kaş ki, dünyada qaysı ilə parça-parça edilər. Görəndə ki, onlara necə mükafat verilir? Səbr etdiklərinə görə. Ona görə xəstəliyin səmərəsi dünya axirət üçün böyükdür faydası. İbn Qeym Rahiməhullah Şifə Əl-Əlil kitabında deyir ki, xəstəliyin faydalarını saydın 100-dən çox oldu. Lakin bu demək deyil ki, xəstəliyin faydası varsa, insan Rəbbindən bəla istəməlidir, xeyr. İnsan Rəbbindən xəstəlik istəməlidir, xeyr. Əksinə, insan Rəbbindən salamatlıq istəməlidir. Xəstələndirsə şəfa istəməlidir. Ənəs ibn Məlik radiyallahu anh, o deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm müsəlmanlardan bir kişini ziyarət etdi və arıqlamışdı, yəni zəifləmişdi, düzəyə oxşuyurdu. O qədər zəifləmişdi. Dedi ki, Peyğəmbər sallallahu aleyhi və səlləm Əl kuntə təd'u bir şey, sən nəsə dua eləmsən, əv təsəlhu iyyəh və ya Allahdan nəsə istəmirsən ki, yəni bu hala düşmüsən? Dedi ki, bəli. Nəm, kuntə əqul Allahumma mə kuntə muaqibi bihi fil axirə fəəccilhu li fid dünya. Deyirdim ki, ey Allahım, mənə axirətdə nə cəza verəcəksənsə, onu bu dünyada mənim üçün tezləşdir. Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, subhanallah, la tutiquhu və la tastatih. Sən onu bacarmazsan, yəni dözə də bilməzsən. Yəni belə demək olmaz. Əfələ qultə Allahumma ətinə fid dünya həsənə və fil axirəti və qina əzəbən-nar. Kaş ki və ya deyə bilmirdin ki, ey Rəbbimiz bizə həm bu dünyada, həm axirətdə gözəl nemətlər ver və bizi oddan qoru. Sonra Peyğəmbər sallallahu aleyhi və səlləm dua edir onun üçün və şəfa tapır. Ona görə də Allahdan salamatlıq diləməliyik. Sağlamlıq istəməliyik. Abbas ibn Abdülmuttalib, Peyğəmbər sallallahu aleyhi və səlləmin əmisi radiyallahu anhu, deyir ki, dedim ki, ya Rasulallah, allimni şeyən əsəlullah əzzə və cəl. Mənə elə bir şey öyrət ki, Allahdan istəyim. Dedi ki, səlillahə əl-afiyə. Allahdan salamatlıq istə, yəni sağlamlıq istə. Dedi ki, fəməkətdə əyyəmən, bir neçə gün oturdum, yəni gözlədim. Sonra yenə gəldim, dedi ki, ya Rasulallah, mənə elə bir şey öyrət ki, Allahdan istəyim. Dedi ki, ya Abbas, ya əm. Dedi ki, ya Abbas, ya əmi. Və ya əmmi Rasulullah, ey Peyğəmbərin əmisi. Səlillahə əl-afiyə. Fid dünya və l-əxir. Allahdan dünyada və axirətdə salamatlıq istə. Yəni sağlamlıq istə, afiyət istə. Ona görə Allahdan salamatlıq və sağlamlıq istəməliyik. Bu müsəlman üçün duasında etdiyi ən xeyirli bir şeydir. Əbu Bakr Siddiq radiyallahu anh qalxır minbərə, Peyğəmbər sallallahu aleyhi və səlləm minbərinə ağlayır. Və deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm birinci ildə qalxdı minbərə və ağladı. Sonra dedi ki, Səlullaha l-əfvə və l-əfiyyə. Allahdan bağışlanma və afiyət istəyin, yəni salamatlıq istəyin. Fə innə əhədən ləm yu'tə bə'dəl yəqini xeyrun minəl əhli. Çünki heç bir kəsə ona yəqinlik veriləndən sonra sağlamlıq kimi, salamatlıq kimi daha xeyirli bir şey verilməyib yəqinlikdən sonra. Ona görə də sağlamlıq neymətdir. Hansı ki, əvəzi yoxdur. Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, mən asbahə minkum əminən fi sirbi. Kim öz toplumunda əminamanlıqda sabahlayıbsa, yəni səhərə gözünü öz toplumunda, öz cəmiyyətində, məskənində əminamanlıqda çıxıb, sabah elə açıb əminamanlıq içində, muafən fi cəsədi, cəsədində sağlamlıq varsa, indəhu qutə yevmihi və bir günlük yeməyi varsa, acüqəsi varsa, fəkənnəmə hizət ləhud dünya bihədəfiyyə. Sanki bütün dünya bərbəzəyi ilə toplanıb onun üçün. Ona görə sağlamlıq necə neymətdirsə və xəstəlik də eləcə neymətdir. Lakin dedik ki, insan arzulamamalıdır xəstəliyi və ya bəlanı. Peyğəmbər sallallahu aleyhi və səlləm bunu mömin üçün xeyirli olduğunu vurğuluyub, baxmayaraq. Acəbən liyəmril mümin. Deyir ki, müminin işi qəribədir. Təəccüblənəcək bir şeydir müminin işi. İnnəmə hukulləhu ləhu xeyr. Onun hər bir şey onun üçün xeyirdir. Və leysə dəlikə liyəhədin illə mümin. Bu yalnız mümin içindir. Fikir ver. Deyir ki, bu yalnız mümin içindir, başqası üçün yox. İzə asabəthu sarra şəkara, fəkənə xeyrəllə. Başına
onu sevindirəcək bir şey gələrsə, şükür edər. Bu onun üçün xeyirdir. Və inə səbətu darra sabara fəkənə xeyrullah. Başına ona zərər verəcək bir şey gələrsə, səbr edər. Bu onun üçün xeyirlidir. Ona görə Allah Taala'dan salamatlıq dilirik. Dünya və axirətdə. Allah Taala bizi salamat eləsin. Sağlam etsin dünya və axirətdə. Salamat etsin dinimizdə fitnələrdən. Salamat etsin, sağlam etsin bədənimizdə xəstəliklərdən. Salamat etsin dünyada insanların şərindən. Ölkəmizi digər müsəlman ölkələrini xətadan, bəladan qorusun. Ölkəmizi digər müsəlman ölkələrini əmin-amanlıq diyarə etsin. Əmin-amanlığı davam etsin. Ölkə başçımızı qorusun. Onun ətrafında xeyirli insanları cəm etsin. Şər və məkirli insanları ondan uzaq etsin. İslam və müsəlmanlar üçün nə xeyirsə onu ona müvəffəq etsin.